Bugün sizə çox maraqlı bir məhsul haqqında məlumat vermək istəyirəm. Bu məhsulu əldə etmək üçün meyvələri aşağı temperaturda, oksigensiz şəraitdə, xüsusi palıd çəlləklərdə tam 2 il yarım fermentasiya edirlər. Ən maraqlısı isə odur ki, bu proses zamanı şəkər əlavə olunmur və mayadan da istifadə olunmur. Bu niyə vacibdir? Çünki fermentasiya nəticəsində meyvələrin tərkibində olan bir çox faydalı maddələr orqanizm tərəfindən daha asan mənimsənilə bilən formaya keçir. Bu isə öz növbəsində bağırsaq mikrobiotasının dəstəklənməsinə, həzmin yaxşılaşmasına və qida mənimsənilməsinin daha optimal olmasına kömək edə bilər. Məhz buna görə son zamanlar şer məhsulları bu qədər diqqətimi cəlb etdi. Xüsusilə də fermentləşdirilmiş yaşıl yapon əriyi və pomelo məhsulları. Bir çox vaxt sağlamlığı vitaminlərdə, qida əlavələrində və ya dərmanlarda axtarırıq. Halbuki hər şey çox vaxt bağırsaqlardan başlayır.